Elçin Talvar. Talvar hekayəsi akademik Məmməd Arif Dadaşzadənin xatirəsinə əsr olunub. Hekayə 100 yaşlı ağacın xartutun birdən-birə parçalanması ilə əlaqədar baş verən hadisələrdən danışır. Ağsaqqal Əli Abbas kişi xartutun parçalanmasını, yetişmiş tutların hər tərəfə dağılmasını böyük bir mərasimə çevirir və hətta gəlinə aş bişir bugün kimi tapşırıq da verir. Böyük ailəsi, övladları, nəvələri olan Əli Abbas kişi usta dülgər idi. Təqaüdə çıxsa da dülgərlik alətlərini həmişə səliqəli saxlayır, gücü çatan işləri görərdi. Xartutun 100 yaşı tamam olduğu həmin yay gecəsi Əli Abbas kişi qərara gəlir ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Əli Abbas kişinin övladları onun alətlərini satmağının əleyhinə olurlar. Amma burada əlbəttə əsas məsələ pul məsələsi deyildi. Əvvəla Əli Abbas kişigilin dolanacağı yaxşı idi. İkincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi. Bu alətlər iş görməli idi, qalıb paslanmamalı idi. Əli Abbas kişi bu cür düşünürdü. Ancaq alətlərini yiyə duracaq bir adam tapmır və evə qayıdandan sonra Əli Abbas kişiyə güc gəlir. Səhəri gün Əli Abbas kişi evin qapı pəncərəsinə əl gəzdirməyə başlayır. Sonra həyətin şüşəbəndini səliqəyə salır. Sonra qonşulara baş çəkir, sürahiləri təzələyir və yavaş-yavaş yay keçib gedir, payız başlayır. Qəssab Ağa Nəcəfin arvadı Balaca xanım Əli Abbas kişidən xahiş edir ki, onların qapısının ağzında oturmaq üçün skamya düzəltsin. Balaca bir talvarı da olsun, yayda gün düşməsin üstümüzə deyir. Skamya da talvarın taxta dirəkləri də hazır olur. Bircə günlük iş qalır. Ancaq Əli Abbas kişi həmin gecə keçinir. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu. Balaca xanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Hamı bu işə heyrət edir. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam yaranır ki, ümumiyyətlə məhəllədə belə bir şayə gəzir ki, Əli Abbas kişinin çəkic mişarı, rəndə kəlbətini gecə özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıb. 1977-ci ildə Talvar əsəri ilin ən yaxşı hekayəsi adına layiq görülüb. Əsərin janrı hekayədir. Mövzusu sadə peşə adamının həyatı. Hadisələrin baş verdiyi yer Bakı. Zaman ötən əsrin sonları. Obrazlar Dülgər Əli Abbas və onun ailə üzvləri, oğlanları Ağa Muxtar, Fəthullah, gəlinləri Ana xanım və Məsmə, Gülağa nəticəsi, qonşuları Meyranqulu, Əliqulu, Balaca xanım, başqa bir gənc usta, digər qonşular və uşaqlar. Əsas obraz Əli Abbas kişi. Əli Abbas kişinin sənəti Dülgər.